Azərqaz İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncədə cihaz qayırma zavoduna mediatur təşkil edilib. Mediaturda Azərqazın əməkdaşları, cihaz qayırma zavodunun nümayəndələri və media mənsubları iştirak ediblər. Media nümayəndələri cihaz qayırma zavodunun istehsalı ilə yaxından tanış olublar. Burada istehsal olunan qaz, su sayğacları, həmçinin məişət cihazları haqqında məlumat verilib. Gəncə cihaz qayırma zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sahələrinə baxış keçirilib. Zavodun baş mühəndisinin müavini Vaqif Rəhimov jurnalistlərə bildirib ki, öz ərazimizdə, zavodumuzda məişət qaz sayğaclarının, o cümlədən qaz sayğaclarının montaj hissələrinin, elektron modul, qaz sayğaclarının qoruyucu qutuları, müxtəlif təyinatlı bulanlar və digər hissələrinin istehsalını təşkil etdik. Bununla yanaşı Azərbaycanda ilk dəfə olaraq qaz paylayıcı şəbəkələrdə qaz ölçmə qovşaqlarının istehsalına başladı. Kısa müddət ərzində gördüyünüz kimi yeni sexlər inşa etdik. Müasir texnoloji avadanlıqlar alınıb, quraşdırıldı. Qaz sayğacının hissələrinin mexaniki emalı, yığımı və test olunması sahələri yaradıldı. Bundan başqa media nümayəndələri zavodda hazırlanan məişət cihazlarının hazırlama prosesini izləyiblər. Daha sonra jurnalistlərə zavodun fəaliyyətindən danışılıb. Bildirilib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də SOKAR Azərqaz İstehsalat Birliyi ilə Gəncə Cihaz Qayırma Zavodu Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteoroloji parametrlərə və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının Azərqaz tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub. Memorandum çərçivəsində ilk olaraq 2000 ədəd qaz sayğacının Azərqaz İstehsalat Birliyinə təqdim edilməsi təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda Azərqazın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. 2023-cü ilin may ayında SOKAR Azərqaz İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə Gəncə Cihaz Qayırma Zavodu Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanıb. Deyim ki, sizə Bakı Abşeronuna daxil olmaqla Azərbaycanın istənilən regionlarında Gəncə Cihaz Qayırma Zavodunun sayğacları tətbiq olunur. Hələ ki, heç bir ciddi problemi yaşamırıq. Şükür Allah, yəqin ki, bundan sonra da yaşamayacağıq. Yəni, az əvvəl siz zavodun istehsal prosesi ilə tanış oldunuz. Orada yüksək səviyyəli, yəni beynəlxalq standartlara cavab verən məhsulların istehsal olduğunu özünüz şahid oldunuz. Və güman edirəm ki, artıq tələbatın artmağını nəzərə alaraq Gəncə Cihaz Qayırmanın istehsal gücünün gələcəkdə daha da artırılması məsələsi gündəmdədir və Azərqaz İstehsalat Birliyi olaraq Gəncə Cihaz Qayırma Zavodunun deməli istehsal etdiyi sayğaclara əvvəla biz ona görə üstünlük verdik ki, bilirsiniz, ölkə başçısı Cənab Prezident də daim yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı istənilən dövlət obyektlərinə, dövlət müəssisələrinə göstərişlər verir və biz də Azərqaz İstehsalat Birliyi olaraq, SOKAR Azərqaz İstehsalat Birliyi olaraq məhz yerli sahibkarlığın stimullaşdırılmasını da nəzərə alaraq Gəncə Cihaz Qayırma ilə əməkdaşlığa start verdik. Qeyd edək ki, Gəncə Cihaz Qayırma Zavodu enerji resurslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən zavodda məişət qaz sayğaclarının istehsalına start verilib. Bu da əvvəllər idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsinə təkan verir. Zavodda yeni istehsalat sexləri inşa edilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb. Qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Paralel olaraq bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. 2024-cü ildən etibarən Respublikanın qaz təsərrüfatına 400 mindən çox termokompensatorlu mexaniki qaz sayğacı və 300-ə yaxın qaz ölçü qovşağı təhvil verilib. Yeni tip ölçülü sayğaclar, o cümlədən G6 tipli və smart sayğaclar mənimsənilərək istehsala daxil edilib. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV Gəncə.